2020-ci il 27 sentyabr. Prezident Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks hücuma başladı. Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Əskərlərimiz torpaq uğrunda, bayraq uğrunda canlarını fəda etdilər. Hər dağ, hər təpə, hər kənd və şəhər can bahasına azad edildi. 44 gün davam edən müharibə Azərbaycan xalqının birliyi, ordumuzun qüdrəti və şəhidlərimizin qanı ilə tarixə qızıl hərflərlə yazıldı. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi qələbə müharibənin gedişatını dəyişdi və Ermənistan ordusunu kapitulyasiyaya məcbur etdi. Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin günü xalqa müraciətində Şuşanın azad olunması xəbərini böyük qürurla elan etdi. Tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərindən biridir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Dəyərli Bayraqdar izləyiciləri, hər birinizi xoş gördük. Bugün biz yenidən hər daşında tarix, hər nəfəsində vətən olan bir məkandayıq. Bəli, biz yenidən Şuşadayıq. Şuşa döyüşləri Vətən müharibəsinin taleyini həll edən əsas əməliyyat oldu. Azərbaycanın hərbi gücünü və əskərinin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Şuşanın azadlığı ilə xalqımızın 30 illik həsrəti sona çatdı. Şuşa zəfəri, 44 günlük müharibənin zirvəsi və Azərbaycanın böyük qələbəsinin rəmzi kimi tarixə düşdü. 27 sentyabr Vətən müharibəsinin başlamasından artıq 5 il ötür. Bugün ölkəmizdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunur. Qazilərimizin qəhrəmanlığı uca tutulur. Azərbaycan xalqı bu günlərdə bir yumruq kimi birləşərək tarixi zəfərə imza atdı. Bugün Bayraqdarın qonağı Vətən müharibəsinin qaysisi, Şuşada döyüşən, Şuşada yaralanan Fəxri Əliyevdir. Hal-hazırda Şuşa qalasının daxilindəyik. Baxırıq burada, izləyirik. İnsanlar gəlir, ziyarət eləyir, şəkil çəkdirirlər. Şuşanı illərlə görməyənlər, bax, bugün burada o xoşbəxtçiliyi yaşayırlar. Şuşalı olub, Şuşanı görməyənlər bugün o həsrətə son qoyurlar. Biz də buradayıq və biz də ziyarət edirik, biz də şəkil çəkdiririk, biz də o anları yaşayırıq. Müharibə dönəmində təbii ki, bura belə deyildi. Hər yer dağıdılmış idi, viranə qoymuşdular. Amma bugün çox səliqəli, Şuşa qalası adlanan restoran var burada. Hansı ki, çox səliqəyə salınıb, yenidən qurma bərpa işləri görülür. Bugün Şuşa qalasındayıq. Bəli. Bir hərbiçi kimi, bir qazi kimi, bax, o hissləri istəyirəm bölüşək izləyicilərimizlə. Əlbəttə, bu çox gözəl bir hissdir. Çünki biz də qazi yoldaşlarımızla müharibə bitdikdən sonra biz də buranı görməyə gəldik. Qazi yoldaşlarımız, bizim digər yoldaşlarımız burada döyüşləri olubdur. Burada çox, necə deyim, əziyyət çəkiblər. Burada qanlar tökülüb, canlar alınıbdır, şəhidlər vermişik. Bax, bu gördüyümüz qalanın alt tərəflərində. Bugün bura gəlmək və cəmaatın, necə deyim sizə, millətin
mənlə gəlib şəkil çəkdirməsi, formada olanda körpə uşaqların bizlərə qəhrəman kimi baxması həqiqətən çox gözəl bir hissdir. Çünki hər dəfə bura gələndə, necə deyim, bura hər zaman insanlarla dolu olur. Biz adətən forma ilə gəlirik bura, qazi yoldaşlarımızla. Gəldiyimiz zaman hamısı bizi alqışlayırlar. Üzərlərində üç rəngli bayrağımız varsa vətəndaşların gətirib bizim çiynimizə asırlar, bizlərə hədiyyə eləyirlər. Hərbiçi üçündəki ən böyük hədiyyə əlbəttə bizim üç rəngli bayrağımızdır. Bugünkü gündə üç rəngli bayrağımız Şuşa və Şuşa ətrafı bütün yüksəkliklərdə dalğalanır. Biz qazilərlə müsahibə zamanı ən çox döyüşün ən çətin yerlərindən, ərazilərindən biri məhz buranı Şuşa qalasını deyirlər. Şuşa qalasında çox çətin və əzəmətli döyüşlər olub. Hansı ki, siz də bilirsiniz ki, döyüş yoldaşlarınız danışıb, yəqin ki, qazi yoldaşlarınız danışıb ki, ən çətin döyüşlərdən biri məhz elə burada olub. Bugün bura bizim üçün çox dəyərlidir. Ümumiyyətlə, Şuşa bizim üçün, Qarabağ bizim üçün çox dəyərlidir. Hər daşında bir tarix yatır, hər daşında bir, belə desək, zəfər var. Çünki qazilərimiz, bax, bu havanı biz bugün görürük, necə çətindir, biz çəkilişdə çətinlik yaradırıq, yaşayırıq, çətinlik yaşayırıq, amma bu havada, bu soyuqda, bu çətinlikdə qazilərimiz döyüşüblər, hərbiçilərimiz döyüşüblər. Biz Şuşada olan zaman, yəni döyüşlər gedən vaxtı, düzdür, mən bu Şuşa ətrafı, bu istiqamətlərdə döyüş yolum olmayıbdır. Sadəcə bizim yoldaşların, yəni hərbi qulluqçuların dediklərinə görə burada bu ərazilərdə çox böyük, çox kəskin döyüşlər gedibdir. Yəni Şuşa şəhərinin alınması uğrunda bu qala divarının aşınılması, özünüz də görürsünüz, çox böyük qala divarıdır, çox çətin bir yerdir. Burada, necə deyim, Xankəndindən gələn bütün zirehli texnikalar, istəyir canlı qüvvələrin hamısını bizim hərbi qulluqçular, Azərbaycan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçuları burada məhv ediblər. Və bu günləri şükür ki, Biz buradayıq. Biz buradayıq. Biz gəlmişik və burada Şuşanın önündə, Şuşa yazısının önündə, belə desək, Rahat şəkildə, azad şəkildə fotomuzu çəkdiririk, müsahibə edirik, verişimizi çəkirik komandamızla bərabər və bugün o azadlığı hiss edirik. Bugünkü gündə hər birimiz, yəni bütün dünya Azərbaycanlıları bu azadlıqla, necə deyim, torpaqlarımız azad olması ilə sevinirlər. Xaricdə yaşayan həmvətənlərimiz, hər biri, istər müharibə dövründə hər biri ordumuza dəstək oldular. İstər maddi cəhətdən, istər mənəvi cəhətdən. Və biz döyüşlər gedən zaman onları görmürdük, çünki telefon işlədə bilmirdik. Döyüşlər bitdikdən sonra biz internetdə, yəni sosial şəbəkələrdə gördüyümüz xalqın bir yumruq olması, bir dəmir yumruq altında, necə deyim, birləşməsi, həmrəy olması həqiqətən bir hərbiçi olaraq mənə də qürur verirdi. Çünki Azərbaycan milləti, Azərbaycan ordusu budur. Biz hər birimiz istər mülki cəmaət, istər hərbi qulluqçular birgə olub torpaqlarımızı düşməndən azad edir. Biz hal-hazırda Topxana meşəsi adlanan yerdəyik qazimizlə bərabər. Hansı ki, Şuşa əməliyyatına da elə buradan başlamısınız. Şuşa əməliyyatına 29 oktyabrda Hadrut istiqamətindən biz maşınlarla yola düşdük. Müəyyən bir yerə qədər maşınlarla gəldik. Orada biz bütün silahımızı, sursatımızı, hamısını maşınlardan endirib özümüzlə bir yerdə daşıyıb Xocavənd istiqaməti, Sığınaq, Çanaqçı gördüyümüz bu Zəfər yolu adlanan yerlə, meşələrlə biz 1553 yüksəkliyinə doğru hərəkət elədik. Biz gəlməmişdən öncə, bizim tabur, yəni gəlməmişdən öncə digər taburlarımız 1553 yüksəkliklərin düşməndən azad etmişdi. Yəni o yüksəklik çox əlverişli bir nöqtə idi. Çünki bütün, necə deyim, yolları və Şuşa ətrafı kəndləri nəzarət altında saxlamaq olurdu. Biz Topxana meşəsindən, daha doğrusu 1553 yüksəkliyindən təxminən ayın 3-cü günü saat 5-6 radələrində yola düşdük. Əlbəttə ki, bildiyimiz kimi düşmən bütün yolları, necə deyim, istehkam qurğuları ilə tutmuşdu, saxlamışdı. Çünki imkan vermirdilər ki, biz
imkan vermirdilər ki, biz necə deyim, Şuşaya doğru hərəkət eləyək. Çəkilişlərdə də görmüsünüz, onların yəni çəkilişlərində görmüsünüz, dəfələrlə mən də baxmışam. Onlar bizi görürdülər, bizim gəldiyimizi görürdülər və vahimələnirdilər. Amma onlar elə bilirdilər ki, biz necə deyim, yollarla, cığırlarla onlara doğru Gəldiyinizi düşünürdülər. gəldiyimizi düşünürdülər. Amma biz elə yerlərlə bizim rəhbəri, yəni komandirlərimiz bizləri elə bir yerlə Şuşa-Laçın yolunu nəzarətə götürmək üçün apardı ki, onların heç özlərindən belə xəbəri olmadı. Yəni plan düzgün. Plan düzgün şəkildə icra olundu, yəni qarşımıza qoyulan tapşırıq layiqincə yerinə yetirildi. Biz 4-ü səhər tezdəndən hardasa saat 4-5 radələrində Şuşa-Laçın yolunu ələ keçirdik. Şuşa-Laçın yolunu ələ keçirmək yəni çox çətin bir yol idi, çünki aşağıdan yuxarı doğru hərəkət eləyib ayın 4-cü günü Şuşa-Laçın yolu bizdə oldu, nəzarətə götürüldü. Gördüyünüz kimi biz gəldik qazimizlə bərabər Şuşa-Laçın yolu adlanan yerə, hansı ki, xüsusi təyinatlı qüvvələrin, Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin döyüşə başladığı yerdə. Elə qazimizlə danışaq, hansı ki, buradan başlamısınız döyüşə və indi duman olmasına baxmayaraq biz çalışacağıq ki, göstərək. Döyüşə, bax, oradan gəlmişsiniz. Dediniz ki, bir gün əvvəl saat 4-də çıxmışıq. Bəli, Bir gün sonra saat 5-də çatmışıq. Bir gün yox, 12 saat sonra. 12, yəni hava yolu ilə belə baxsaq, hava yolu ilə bir 2 kilometrdir. Belə quru yolla götürsək bir 4 kilometr yolu biz 12 saata istehkam maneələrini necə deyim, dəf edərək bax gördüyünüz bu istiqamətdən Şuşa-Laçın yoluna daxil olduq. Biz əlimlə göstərdiyim yerdən, daxil olduğumuz yerdən onların səngəri buraydı. Buradan bizi atəşə tutdular səhər tezdən saat 5-də. Necə deyim, biz yenə də çəkilmədik geri, buradan Şuşa-Laçın yoluna daxil olduq. Göstərdiyim o istiqamətdə bizim taborun şəhidi Vəliyev Fərid şəhid oldu. Biz bura yaxınlaşdıqca onlar geriyə çəkilirdi, yəni yola doğru çəkilirdilər. Əllərində də bütün, necə deyim, əl qumbaralarını bizim üstümüzə atırdılar. Göstərdiyim o ağac istiqamətində bizim tabordan Həsənov Şiraz üzərinə əl qumbarası atıldı, amma xoşbəxtlikdən əl qumbarası partlamadı. Onlar, necə deyim, yolun alt hissəsi ilə manevr eləyib Şuşa-Laçın yoluna daxil olduq. Bu yolu ayın 4-cü günü nəzarətə götürdük. Burada elə bil ki, necə deyim, güllə atanda dağlara yayılırdı. Torpaq da elə bil, bəli, dağlara yayılırdı. İnsana başqa bir ruh yüksəkliyi verirdi. Çünki elə bil ki, torpaq ağlayır, ana vətən öz övladlarını ağuşuna çağırır. O cür bizdə bir ruh yüksəkliyi var idi. Gördüyünüz istiqamətdən, necə deyim, yolun 3 hissəsindən bizi atəşə tutmuşdular. Biri sağ istiqamətindən, biri gördüyümüz bu ortadan, biri də sol istiqamətindən. Bunların 3 nöqtədən elə bil ki, bizim gəldiyimiz istiqaməti dəhşətli bir şəkildə cəhənnəm adlandırmaq olar ki, bizi atəşə tutmuşdular. Biz Laçın yolunu nəzarətə götürdükdən sonra yuxarıya, dağa, necə deyim, əlverişli görüş nöqtəsinə çıxdıq. Çünki oradan Laçından gələn bütün üzrəyli texnikaları, canlı qüvvələri həmən göstərdiyim bu yerdə məhv elədik. İcazə vermədik Şuşa şəhərinə doğru hərəkətə keçsin. Çünki bizim digər taborlarımız Şuşa şəhərinə doğru hərəkətə keçib düşməni məhv edirdilər. Burada hansı ki, dediniz ki, oradan gəldik. Neçə nəfər idiniz? Say, necə deyim, say mən dəqiq bilmirdim. Çünki bizim taborlar, yəni o ki 450 nəfər belə ola bilərdi ki, biz taborlarla, bir neçə taborlarla Şuşaya doğru hərəkət elədik. Yaxşı, məsafə, aranızdakı məsafə nə qədər idi? Ara məsafəsi bilindiyi kimi gecə vaxtı, gecə şəraitində ara məsafələri gözlə görülə biləcək qədərdir. Çünki gecə vaxtı meşəli ərazidə, heç vaxtı və yaxud da ki, dumanlı ərazidə ara məsafəsini açmaq heç də düzgün deyil. Çünki sızma ola bilər aramıza, müəyyən vaxtlarda parollarımız dəyişilirdi. Çünki elə bir yerdə idik ki, biz hər tərəfimiz, 4 çevrəmiz dairəvi düşmən idi. Biz düşmənin 40 kilometrlik dərinliyinə sızıb düşmən arxasında fəaliyyət göstərirdik. Belə deyim, düşmənin əlində olan Şuşa şəhərini azad etmək üçün
biz hərəkətə keçmişdik. 2020-ci il 5 il bundan öncə buradaydınız. Bəli. 5 il sonra artıq bu təəssüratları danışırsınız. Mən dedim, Laçın rayonundanam, tez-tez bu yolu keçirəm, yəni Laçına, öz doğma vətənimizə keçib gəlirəm. Hər buradan keçəndə həm sevinç hissi yaşayıram, həm kədər hissi yaşayıram. Çünki valideynlərimin mənə, necə deyim, xəritədə göstərdiyi, çəkilişlərdə göstərdiyi həm Şuşa, həm Laçın yolu sən demə buraymış. Mən ilk dəfə səhər tezdən bura ayaq basanda, yəni döyüşə ayaq basanda bizim bir şəhidimiz var idi, Allah rəhmət eləsin, Bəlizadə Anar. Mənim hardasa buralarda belə deyil də ayağım burxulmuşdu. Anar məni beləsinə tutdu, məni qaldırdı, dedi fəxri dur, səni vuracaqlar. Orada elə bir ki, biz artıq dedi Laçındayıq, mən özüm də Laçından olduğuma görə Anar mənə bir ruh yüksəkliyi verdi, dedi bura Laçın yoludur, dur, sənin torpağındayıq, sənin torpağında döyüşürük. Mən ayağımı həmən bu asfalta, Laçın yoluna basanda istər-istəməz özümdə də bir böyük bir ruh yüksəkliyi yarandı ki, artıq mən valideynlərimin xəyalən danışdığı Laçın-Şuşa yolunda yox, artıq özüm gerçəkdən Laçın-Şuşa yolundayım. Bunun özü məni, necə deyim, başqa bir iradə, başqa bir ruh yüksəkliyi verirdi mənə. Və nə xoş idi ki, bu mənim bir dövrümə düşmüşdü ki, mən də bir Azərbaycan ordusunun əskəri, xüsusi təyinatçısı olaraq bizim ərazilərdə, yəni öz doğma vətənim olan Şuşa-Laçın yolunda döyüşdüm. Gördüyünüz bu yüksəklikdə yaralanmışam. Noyabr ayının 4-ü yaralandığımdan sonra 3 gün mən bu gördüyünüz bayaqçı gəldiyimiz yolla geriyə dönərək düşərgəyə, yəni toplanma nöqtəsinə dönərək yaralı puskulardan keçdik, ağır meşələrdən, yəni piyada həmən vaxtda texnika gələ bilmirdi. Keçərək Füzuli Hospitalına təxliyə olundum. Noyabr ayının yadımdan çıxmaz 5-i günü gördüyünüz o istiqamətdə biz gecə vaxtı aşağı düşmüşdük, yaralıydım. Aşağıda orada bir gün təxliyəni gözləyərək mən yağış yağa-yağa o dağın dibində mən və bir neçə döyüşçü yoldaşlarım, yəni yaralı döyüşçü yoldaşlarım orada gecə təxliyəni gözləmişik. Biz ayın 5-i günü yaralı olduğumuz halda yuxarıda çox çətin bir vəziyyət idi. Yəni yaralılarımız çox idi. Həmin vaxtı bizə Naxçıvan xüsusi təyinatlarından baş leytenant Seyfəddin Namiq yaxınlaşdı. O sanitar idi, yəni həkim idi. Bizə yaxınlaşaraq həmən yüksəklikdə bütün yaralılarımızı, bütün necə deyim, ağır yaralılarımızı o belə deyim sağaltdı. Əziyyəti çox oldu orada, həmən yüksəklikdə. Əsasən bizim taborun bir qazisi Başçavuş Marifov Şəhriyarı necə deyim, çox ağır bir vəziyyətdə yaralanmışdı. Yəni sifətinin bu sağ tərəfini qəlpə aparmışdı. Həmin vaxtı Marifov Şəhriyarda həmən Naxçıvan xüsusi təyinatlıların həkimi Seyfəddin Namiq sağaldaraq təxliyə etdi. Başımda durdu, dumandan özüme bir xeymə qurdum. Dumanlı dağları başımda durdu, dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, insan cıvalə zalvətən yaxşıdır. Deyirlər bülbülə çəmən yaxşıdır, vətən yaxşıdır. Şair sormalı
yaxşıdır. Adı gəncə könül dastana döndü, dastana döndü. Şair solmalarda vətən yaxşıdır. Adı gəncə könül dastana döndü, dastana döndü. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastan göründü, dastana döndü. Vətən arzusuyla nəğmələr qoşdum, tufanlar qarşımda dastana döndü. Oxu qardaşım, oxu. Şair sorma vətən nədən yaxşıdır. Adı gəncə könül dastana döndü, dastana döndü. Biz döyüşlər zamanı əsasən mənim olduğum tabor, biz əsasən Laçın yolu tərəfdə, Laçın yolu istiqamətində döyüşlərə başladıq. Yəni Şuşa istiqamətində və mən orada yaralandım. Əfsuslar olsun ki, Şuşanın içinə necə deyim, girib döyüşlərə qatıla bilmədim, yaralandım. Oradan təxliyə olundum. Amma 2023-də idi döyüşlərdən sonra buraya gələn zaman burada çox qəribə hisslər keçirdim. Çünki əvvəl ən birinci döyüşlər zamanı Şuşa-Laçın yolunda ayağımız ilk asfalta dəyən zaman, yəni biz xəritədən, valideynlərimizin danışıqlarından, uşaqlığımızdan, yəni bizə söyləmişdilər Şuşa haqqında, mən əslən Laçın rayonundanam, Laçın haqqında. İnsana başqa bir ruh yüksəkliyi verirdi, başqa bir təkəbbür verirdi. Çünki artıq biz Şuşa-Laçın yolundaydıq, həmən asfaltda ayaqlarımız dəymişdi. Hal-hazırda biz Cıdır düzündəyik. Biz çox vaxt hansı ki görüntülərdə qarşı tərəfin video görüntülərində görürdük. Hər hansı bir tədbirlərin keçirilməsində izləyirdik ki, burada Cıdır düzündə tədbirlər keçirdirlər, burada yallı gedirlər. İllər sonra artıq biz burada sərbəst şəkildə, azad şəkildə gəzirik və söhbət edirik, müsahibəmizə hazırlayırıq. Bu çox gözəl hisslərdir. Bir hərbiçi kimi, bir qazi kimi istəyirəm fikirlərinizi, hisslərinizi izləyicilərimizlə bölüşəsiniz. Biz baxmışdıq, çünki Ermənistan Respublikasının naziri də burada yallı getmişdi və həmən vaxtı onu efirlərə verilmişdi. Onda çox qınandıq. Bu bizim boynumuzun borcuydu. Yəni bir Azərbaycan ordusunun hərbi qulluqçusu kimi 20% torpaqlarımızı azad etmək bizim borcumuz idi. Şükür ki, o bizim dövrə düşdü. Biz o döyüşlərdə iştirak elədik. Bu Cıdır düzünə bayaq dediyim kimi 2023-də gəldik. İnsana başqa bir təsirat bağışlayır. Yəni adamın ürəyi açılır. Buradan həm mənzərəsi, həm havası, həm necə deyim, görüntüsü insana başqa ruh yüksəkliyi verir. Və bu Cıdır düzündə dövlət tərəfindən tədbirlərimiz oldu. Bir neçəsində mən də iştirak elədim, gəldim burada. Onu necə deyim, dillə anlatıla bilməyəcək qədər çox gözəl bir mənzərədir.
Buranın havası, buranın aurası tamam başqadır. Çünki mənim əsasən döyüş yolum, bax bu gördüyünüz bu istiqamətdən, əlimlə göstərdiyim istiqamətdən olubdur. Yəni o istiqamətindən gəlib biz Şuşa şəhərinə gələn yolu bağlamışıq. O istiqamətdən gələn zaman gəldikdən sonra noyabr ayının 6-sı günü mən yaralandığım ayın 4-ü yaralanmışam. Noyabrın 6-sı o istiqamətdən qayıdan zaman elə bil ki onlar qorxularından partizan kimi meşələrə dağılmışdılar. Vahid bir rəhbərlikləri yox idi. Həmin vaxtı bizi orada 36 yaralı ilə puskuya saldılar. Çox bir ağır pusku oldu. Yəni biz yaralı orada da öz fəaliyyətimizi icra elədik. Biz həmin zaman necə deyim, elə bil ki bir dairənin ortasında 40 kilometr düşmən dərinliyində sızıb əməliyyat keçirirdik. Qarşımıza bir məqsəd qoymuşduqsa o məqsədə nail olmaq lazım idi. Həm hərbiçi olmaq nə deməkdir? Hərbiçi olmaq budur ki, bu formanı əyninə geyinən zaman sən onu bilirsən ki, ya qazi də ola bilərsən, şəhid də ola bilərsən. 2020-ci ildə o döyüş əsnasında hər şey çətin ola bilərdi. O hissləri keçirmək də çətin idi. Amma bugün necə qürurla danışırsınız onu? Bu gün qürurluyuq, çünki hər birimiz qürurluyuq. Çünki qalib ölkənin qalib bir əskəriyik. Bundan fəxr edirəm. Mən özüm də fəxr edirəm ki, Azərbaycan ordusunda xidmət eləmişəm. Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlarında 10 ilə yaxın xidmət ilim var. Bayaq dediyim kimi bizim boynumuzun borcuydu bu torpaqları işğaldan azad etmək, bizim ata-baba yurdumuza geri qayıtmaq. Bu günləri bayaq qeyd etdim, mən Laçınlıyam. Bizim yəni yaşadığımız ünvandan, Ağcabədi rayonundan indi köçlər başlayır Laçın rayonuna və yaxud da ki, işğaldan azad olunmuş ərazilərimizə. Siz də hazırsınız? Bəli, biz də özümüz də bu illəri öz doğma kəndimizdə yay keçirmişik. İnsana başqa bir qürur hissi verir o köç gedəndə, o cəmiyyət, o cəmaət gedəndə. O qayıdır. Bəli, çünki hərdən durub kənardan baxanda içimdə bir sevinç hissi yaşayıram ki, çünki o torpaqların azad olunmasında, yəni bu torpaqlarımızın işğaldan azad olunmasında az da olsa mənim də payım var. Bu mənə qürur verir və hər necə deyim, tədbirlərdə hər hansı bir necə deyim, toplum içində, görüşlərdə, gənclərlə görüşlərdə bunu ifadə edirəm. Yəni həm də ki o hissləri paylaşmaq, bölüşmək, həmin gün biz orada deyildik. Biz sadəcə indi qulaq asırıq, sizə eşidirik və biz illər sonra sadəcə gəlmişik ziyarət etməyə. Amma o hissləri bölüşmək, o bildiklərinizi demək, o çətinlikləri demək, təbii ki biz də o bir tarixdir və biz də bu tarixi yaşadan vətəndaşlarıq, Azərbaycan vətəndaşlarıyıq. Siz onları keçmisiniz, siz onları yaşamısınız, siz döyüşmüsünüz, müharibədə siz olmusunuz. Onları isə yazılımı, şifahi mi, çatdırmaq mı, bu da bizim peşəmizdədir. Mən bayaq dedim, əsasən bizim olduğumuz rayon üzrə özümüz də istəyirik, gedib təhsil sektoruna, idarələrinə müraciət edirik biz qazi olaraq. Əsasən hərbi tədbirlərdə və yaxud da ki, qeyri günlərdə bizə vaxt ayırırlar. Biz qazi olaraq gedib şagirdlərlə görüşürük, onlara vətən müharibəsi haqqında necə deyim, məlumat çatdırırıq burada olanlardan. Çünki bu böyük bir tarixdir, çünki bu danılmaz bir tarixdir və bu tarixdə də ki 44 gün ərzində bizim 20% torpaqlarımızı düşməndən 20 illik, 30 illik həsrət qaldığımız torpaqlarımızı düşməndən azad elədik. Yəni bu çox qürur vericidir hər bir Azərbaycan vətəndaşı üçün.